Paytaxtın mərkəzində yol yararsız vəziyyətə düşüb. Yararsız yolda hərəkət etmək həm piyadalar, həm də avtomobillər üçün nəinki çətindir, hətta təhlükəlidir. Səbəb isə ərazidəki kanalizasiya xəttində yaranan problemdir. Söhbət hansı ünvandan gedir? Əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. Çoxdan asfalt olunmuşdu, amma yol necə deyərlər, yaxşı idi də, belə. Dağılaraq yararsız vəziyyətə düşən bu yolda sakinlərin sözlərinə görə kanalizasiya və içməli su xətti birbaşa küçəyə axır. Yolda yaranan çaralar avtomobillərin bu istiqamətdə hərəkətini çətinləşdirir. Görüntülər Nəsimi rayonu Yusif Vəzir Səməncəminli və Novruzov qardaşlarının kəsişməsindəndir. Təmir olunandan sonra buradan kanalizasiya sistemi çəkdilər, qaz çəkdilər, bilməm, yeraltı nəsə kommunal xəttləri çəkdilər. O gündən bu günə belə bərbad günə düşür. Şikayətçilər deyir ki, yolun dağılmasına səbəb ərazidə tikinti işləri aparan tikinti şirkətinin yeraltı kommunikasiya xəttlərində etdiyi yer dəyişmələrdir. Nəticədə sözcüdən ünvanda tez-tez kanalizasiya və içməli su xəttində qəzalar baş verir. Bu çoxdan tikintidən qabaq da belə idi. Heç olmasa bir balaca o atsek var ya, ondan səpərdilər. Bəlkə cəmaatın canı dincələrdi. Keçən il bir həftəyə də asfalt çəkmişdilər. 3 gün sonra gördük təzədən qazdı bura. 2 dənə maşın yan-bayan gələndə piyada keçə bilmir. Əgər tikinti şirkəti tərəfindən bu ərazidə kommunikasiya xəttləri zədələnibsə, aidiyyəti qurumlar məsələyə niyə biganə yanaşır? Mərkəz küçələrindən birindəyik. Bu küçədə yol sonuncu dəfə 5 il öncə təmir edilmişdi. Ancaq hazırda nəinki bu yolda nəqliyyat vasitələrinin, eyni zamanda həm piyadaların hərəkət çətinləşib, həm də təhlükəli vəziyyət alıb. Səbəb isə yeraltı kommunikasiya xəttləri çəkiləndən sonra ərazinin yenidən təmir edilməməsidir. Sakinlərin qaynar xəttə zəng edib düşə bilmirik dedikləri İri Şəhərlərin Birləşmə Su Təsisatı xidmətindən bildirildi ki, həmin ərazidə xidmət tərəfindən hər hansısa qazıntı işləri və ya xəttlərdə yenilənmə işləri görülməyib. Tullantı su quyusunun qapağındakı nasazlıqla bağlı əraziyə baxış keçiriləcək və lazımi tədbir görüləcək. Bəs ərazidə söküntü işləri apararkən kommunikasiya xəttlərini zədələyən tikinti şirkəti yolun təmirini nə zaman həyata keçirəcək? Yox, əvvəldən var idi. Yəni biz elə dəfələrlə də demişdik ki, yol bərbad gündədir. Səbəb yəni bu tikintiyə görə deyil. Binada tikinti işləri başa çatdıqdan sonra ərazidə abadlıq işləri aparılacaq. Eyni zamanda da ki, yolları təmir edəcəyik. Sakinlərə də və sürücülərə də səbr etmək lazımdır. Yararsız vəziyyətdə olan yolun nə zaman təmir olunacağını Avtomobil Yolları Dövlət Agentliyindən də öyrənməyə çalışdıq. Məsələ ilə bağlı aidiyyət üzrə tapşırıq verildi ki, qısa müddət ərzində məsələ araşdırılsın, qazıntı işlərinin hansı qurum tərəfindən aparıldığı müəyyən edilsin və ərazidə bərpa işləri həyata keçirilsin. Məlumat üçün bildirək ki, həmin ərazidə pilot layihənin icrası həyata keçirilir və bu ünvanda onlarla istismar müddəti başa çatmış evlər sökülərək yerində çox mənzilli binalar inşa edilir. Rəşad Vəkiloğlu, Kənan Abdullayev, Space xəbər.